Sən əhvalın necədir? Yaxşı, sağ ol. Sizin məktəbdə müəllimlər necə danışır? Ərəbi dildə danışırlar, düzgün danışırlar, yoxsa onlarda da cıt problemi var? Ərəbi dildə danışır. Hamısı bir nəfər kimi problemsiz ifadə eləyirlər dərsdə. Dərslərini keçirlər də, dərs dilində danışır. Yəni yox, başa düşən dərslərini keçirlər, gəlib orada serialdan danışası deyirlər ki. Yəni bu tələffüz zamanı cıt problemləri olurmu müəllimlərin? Xeyr. Yəni hamı düz danışır. Bəli. Bəs sinif yoldaşların necə? Cıt problemlər rast gəlməmişəm, amma yəni öz ləhcələrində danışan uşaqlar var. Adətən ağıl dəviyyəsinə gələn abituriyentlərin danışığında ciddi problemlər var və bununla bağlı da biz lazımi qurumlara təklif edirik ki, məktəblərdə natiqlik dərsi keçilsin. Azərbaycan dili və yaxud da ədəbiyyat dərsinin arasına bir natiqlik dərsi də salınsa çox yaxşı olar. Çünki gənclərimizdə bir danışmaq problemi var. Yəni danışa bilmirlər. Nə çatmır məktəbimizdə? Nədən başlayayım? Hansından istəyirsən başla, əsas odur ki başla. Laboratoriya çatmır. Laboratoriya çatmır. Bəli. İstər işləyir. Bəli, işləyir. Təmirlidir məktəbiniz. Xeyr. Ancaq laboratoriya yoxdur və bu sənin üçün ciddi problemdir. Yəni kimyanı daha dərindən başa düşməyə və ya Kimya fənnini daha dərindən mənimsəmək üçün laboratoriya vacibdir. Bəs müəllimin necə? Yaxşıdırmı? Yaxşıdır. Elə bəlkə müəllimin heç o laboratoriyaya layiq deyil, ona görə laboratoriya yoxdur. Müəllim özü də deyir ki, laboratoriya olsa işləyərdik. Laboratoriya olsaydı hamınız Mendeleyev olacaqdı. Neçə nömrəli məktəbdir? 192 saylı orta məktəb. Bakı şəhəri 192 saylı orta məktəbdə laboratoriya yoxdur. Uşaqlar kimya dərsini yaxşı tədris eləyə bilmir, yaxşı mənimsəyə bilmirlər. Müəllimlər kimya dərsini yaxşı tədris eləyə bilmirlər. Ona görə də ümid edirəm ki, lazımi qurumlar bunu eşidəcəklər. Fond pulu yığırlar? Xeyr. Fond pulu biraz köhnəlmiş deyim. Hazırsansa başlayaq. Hazırım. Cahit, bir dəqiqə vaxtın getdi. Sözlərin bitmiş fikir ifadə edən birləşməsinə nə deyilir? Cümlə. Düzdür. Avrasiya materikinin şimaldan ən ucqar nöqtəsi hansıdır? Mizurin. Çelyuskin burnu. 4 ilkin bakteriyanın bölünərək sayının 2048-ə çatmasına minimum neçə saat sərf olunar? 10. 3 saat. Təzyiqi hansı cihazla ölçürlər? Manometr. Düzdür. Mən belə əsrarı qana bilmirəm, qanmaz olub da dayana bilmirəm. Bu misraların müəllifi kimdir? Molla Pənah Vaqif. Mirzə Ələkbər Sabir. Santo Domingo hansı ölkənin paytaxtıdır? San Salvador. Dominikan Respublikası. Böyük Britaniyanın hansı baş nazirinin dövründə Falkland adalarına nəzarət bərpa edir? Churchill. Margaret Thatcher. İngilis dilindən tərcümədə Təhsil Nazirliyi necə səslənir? Education Ministry. The Minister of